Maldivdən salamlar. Bu arada yeni mikrofonum DJI-ın. Elə bir reklam edirəm. Nəysə, yeni mikrofonumla sizi tanış eləyim. İndi isə gedirik Maldivlə tanış olmağa. Transferimiz gəldi, bizi qarşıladı. İndi gedəcəyik otelimizə. Aeroportdan çıxan kimi gəldik botlara və əşyalarımız botlara yüklənir. Gedirik adamıza. Darıxmışdım. Adamıza çatdıq. We have two hotels here. We have Hard Rock Hotel and the Silent Room. Və gəldik, bu bizim welcome drinkimiz. Belə də vərəqlər verdilər, hamısını oxuyub imzalamaq lazım imiş. Gəldik, otağımıza çatdıq. Gəlin sizə otağımı göstərim. 330. Welcome to Say. Burada şirin minnoş var. Çamadanım özümdən qabaq gəlib. Gəlin mənzərəmi göstərim sizə. Qəşəng bir balkonum var. Burada qəşəng bir dəniz mənzərəsi. Palmalar da o qədər sıxdır ki, dəniz görünmür. Burada da mini bir hovuz var. Belə. Hamamı göstərmədim sizə. Hamam da şirindir amma, maraqlıdır. Tez SPF-ləndim, geyindim. İndi gedirəm yemək yeməyə, sonra da güneşlənməyə. Bu arada bütün otaqlarda bu şəkil var. Amma niyə? Orada velosipedlər var. Deyirəm ki, onlardan götürüb sürərik. Maraqlı olar. Aman Allahım. Bu necə bir gözəllikdir. Burada suda mərcanlar var deyə dedilər ki, belə dəniz ayaqqabısı ilə suya girsəz daha yaxşıdır. Mən də girdim. Bu da mənim Maldivə özəl dırnaqlarım. Bu nədir belə? Yemək sifariş eləmişik. Lafat gedək. Mütəşəm görünür. Lapatkədə yelən yeməyi belə servis elədilər. Yiyəcək. Qurtquş yemə mövsümü başlasın bizim üçün. Dondurmamı orada bəzədim belə yüngülvari. Yatmışdım, yuxudan durdum ki, burada belə bir dənə parti başlayıb. Elə burada uzanıb yatmışdım. Burada kokonat partisi var imiş dostlar. Bu vlogda faydalı məlumatlar vermək istəyərdim, amma hələ ki bura öyrəşməyə çalışırıq, yeyirik, içirik, uzanırıq, dincəlirik. Bu gülün broşkası məndə var. Real imiş. Axşam yeməyi üçün hazıram. Sadə olmaq istədim hələ. İlk gündür deyə çox abartmayım, yorğunam zaten və gedirik Hard Rock'da yemək yeməyə. Hard Rock'un girişində belə bir shop var. Sizi burada gözlədirlər rezervasiya üçün və məcbur nəyəsə baxıb almaq istəyir ürəyiniz. Burada da Kiss qrupunun üzvlərinin imzaladığı gitara var. Belə sərgi kimi qoyublar bura. Necəsiz? Mən səhər durdum qəşəng. İndi gedirəm səhər yeməyinə. Və bu arada burada saat hələ 7-dir. Bu saatda dura bildiyimə inana bilmirəm. Burada da voleybol, tenis oynaya biləcəyiniz kortlar var. Səhər tezdəndən durub oynayırlar. Elə bilirdim ən tez duran bizik. Gəldim, çıxdım səhər yeməyinə.
Gəlin görək səhər yeməyində Maldivdə nələr verirlər. Mango, papaya kimi meyvələr. Burada da bildiyimiz meyvələr, greyfurt falan. Sonra burada özəl yeməkləri var. Belə köri sosunda falan. Amma məncə yəni səhər niyə bunu yesinlər? Burada da Hindistan sayağı yeməklərdir. Vay vay vay. Yəni səhər bunları heç cürə yeyə bilmərəm. Burada istədiyiniz yumurtanı falan bişirdirə bilərsiniz. Burada çörək bölməsi var. Şirniyyatlar. Burada da gluten free zona var. Şirniyyat və çörək var burada. Yəni gluten həssaslığı olan və yaxud da yeməyən insanlar üçün qəşəng, bunu bəyəndim, xoşuma gəldi. Burada da pankek falan hazırlayırlar. Yəni bu şəkildə. Burada şor pendir ərazisi. Burada salatlar var, xiyar, pomidor və s. Burada da waffle pişirirlər. Velosiped kiraladıq. Burada günü $10 idi və biz də burada bir həftə qalacağıq. Mən də düşündüm ki, bu bir həftəni velosipedlə gəzim. Gəldik, park elədik yetimçələrimizi. Üzüb elə marinaya doğru, dənizə doğru. İndi gedirik Hard Rockda günəşlənməyə. Toyxana üçün palatka qurublar. Gəlib burada toy eləyəsən. Hey, Şirin. Nəfəsim kəsildi, gedirəm snorkelingə sağolun. Nə dostlar? Gəldim. Yemək çıxma. Wagyu pişiririk. 2 nəfər yaxın çıxa bilmirlər. Nə sosu vurdusa pomidor yumurta iyi gəldi. Orada da pomidor qarışdırır. Ay gün gedib pomidor yumurta eləyə yaxşı. Çörəyinə basa. Adı nə idi? Krevetka. Gəlmişik Hard Rock adasını ziyarətə. Burada qəşəng bir show proqram var bugün. Və burada insanlar daha çoxdur. Good morning. Necəsiz? Mən və velosipedim hazırlaşdıq. İndi gedirik çəkilişə və bugün səhər saat 6-da durmuşuq. İndi saat 7-dir. Rəngim biraz çönən kimi dedim çəkiliş eləməliyəm. Əlimdə aparıram ki, yorulmayım. Ətrafın gözəlliyinə baxın bir dənə. Hər tərəf yamyaşıl, ağaclar, palmalar, güllər. Hello. Maksimum sürə bildiyim budur. Bütün performansımı Instagrama keçid eləyib izləyə bilərsiniz. Bu arada dostlar, çox yoruldum. Günəş təpəmə vurur. Bir həftəlik velosipedlər bizdədir və velosiped sürməyi yavaş-yavaş öyrənirik. Köpək balığı gördük. Düz evimizin qabağında köpək balığı var. Balacadır, yazıq. Gəlin bir yerdə gedək günəşlənməyə. Bu bizim otağımızdan dənizə açılan mənzərədir. Çox qəşəngdir. Qəşəng paryomu giyindim. Palmalarım və gəldim dənizə. Bu bizim otağımızdır. Otağımızın mənzərəsi. Və buranın dənizi daha təmizdir. Ona görə də belə ayaq yalın girmək olar. Ani qərarla gəldik spaya. Və burada belə maraqlı şeylər satılır. Ayaqqabılar. Bunlar təbii daşlardan maskalardır. Bu da göz maskası. Maraqlıdır, amma qiymətləri çox bahadır. Bir də bilirsiniz burada nə tapdım? Baxın, türk məhsulu. Yapraq bitki çayları. Bu da digər bir gözləmə otağı. Burada da başqa bir otaq var. Belə bir sumka var, çox xoşuma gəldi. Bu sözün mənim üçün mənası tamam fərqlidir. O başqa bir mövzudur, bir gün danışaram. Neysə, qiyməti $220'dır. Aygün deyir ki $100 ver, mən sənin üçün bundan toxuyum. Daha yaxşısını toxuyarım. Toxuyarsansa $100 verirəm. Vermirəm. Çay istəyirdik ki, bizə çay gətirdilər. Özdə
Plumeria çiçəyi ilə və limonlu çay. Masaj otağımız. Ne güzeldi. Masaj otağının mənzərəsinə baxın bir dənə. Masajdan çıxdıq. Gedirik otağımıza doğru. Ətrafı belə bir dedim çəkim sizin üçün. Günün kombini bu şəkildədir və biz gəlmişik. Full restoran bar adında düz otelimizin yanında bir yer var idi. Qəşəng bəzəndi, düzəndi gəldi. Gördük ki, burada ancaq biz belə giyinmişik. Hamı yəni short topda gəlib, nəsə yemək yeyəcəm, acından qırılıram. Makyajımı və bukumun tam görüntüsünü Instagrama keçid edib baxa bilərsiniz. Budur, axşam yeməyimiz gəldi. Burada da bizim ləvazimatlarımız. Aygün toyuq deyib, bütöv toyuğu gətirib qoyublar qabağına, maşallah, yeyərsən. Nuş olsun. Və hər axşam gəlib burada şirniyyat yeyirik. Gəldik marinaya. Botumuza minirik, gedirik Maliyə. Birinci gəldik belə bir zəngin kahvaltı eləməyə. Amma mənzərə gözəldir. Bu da mən istidən ərimiş halda Maliyəni gəzməyə çalışıram. Və gəzə-gəzə gəldik, çıxdıq Salmanın məscidinə. Bu məsciddə Səudi Ərəbistan tərəfindən tikilib. Maraqlı görünüşü var, maraqlı günbəzi var. İndi gedirik digər başqa bir məscid var burada. Gəldik Mərcan daşlarından tikilib. Gedək baxaq. Ümumi görüntüsünü sizə göstərim. Çox gözəl görünür. Səhv etmirəmsə 2018-ci ildə tikiblər. Və gəldik, çatdıq bu qədim məscidə. Təsəvvür eləyin, bu məscidin tamamı mərcan daşlarından hazırlanıb, 17-ci əsrə məxsusdur. Ona görə də Maldivlilərin ən qədim və ən qiymətli ibadət yerlərindən biri hesab olunur. Və içərisinə daxil oluruq. Daşların üzərində belə ərəbcə oymalar var. Bu da həyəti. Belə qədim qəbir daşları görmək olar burada. Məscidlə üzbəüz təsəvvür edin ki, bu prezidentin evidir. Çox gözəl görünür amma. İndi də gəldik suvenir almağa. Maldivlərin suvenirləri də bir başqa bir fərqlidir. Buna baxın. Təsəvvür edin, $200 bu balıq qulaqlarına verirsiniz. $300, $200. Gedib özümüz taparıq bundan sonra. Bu da Maliyə meydanı dostlar. Burada da Maldiv bayrağı var. Ən məşhur bayraq meydanıdır. Və belə bir qənaətə gəldik ki, Maliyyə gəlməklə çox səhv elədik. Maliyədə gəziləsi bir şey yoxdur, ancaq suvenir falan aldıq. Nə bilim, tişört, şalvar falan belə şeylər aldıq. Əgər alış-veriş eləməyəcəksinizsə, suvenir falan almayacaqsınızsa, Maliyyə gəlməyə çox da ehtiyac yoxdur açığı. Və artıq qayıdırıq öz adamıza. Və dostlar, marinadayam. Qəşəng hazırlaşdıq, bəzəndik, düzəndik, çəkilişə gəldik. O qədər gözəl çəkiliş elədik ki, yəni tər su içində qalmışam, amma dəydi. Birazdan da qəşəng bir gün batımı izləyəcəyik. Ətrafı da sizə göstərim biraz. Bizə diri-diri krab gətirirlər. This is most of Big one? Sri Lankan mud crabs. Güzel bir dişdi ya. this is live. Really? Əlləri bağlıdır.
Bu da Maldivin məşhur gün batımı. Və budur bizim 1 kilo yarımlıq krabımız gəldi çıxdı. Avokado salatı demişik. Baxın, belə bir şey gətiriblər. Burada da fried rice var. Bunu bağlayırıq ki, üstümüz bulaşmasın. Arxeoloji qazıntılar nəticəsində çıxan krab parçacıqları. Əyani olaraq Amasti xanım göstərir. Belə bir bıçaq veriblər buna eşmək üçün. Kokonatın içində krem brülemiz hazırdır. Deyirəm ki, bayaq sən böyüyü yedik. Aa! Bugün səhər yeməyinə dura bilmişik, amma saat 9-da. Biraz qaldıqca yoruluruq və getdikcə səhər yeməyini qaçırırıq. Və tez geyindim, gedirəm sahilə. Birinci video çəkəcəm, ondan sonra qəşəng günəşlənəcəm. Yəni, nə qədər ki günəş var, bundan istifadə eləmək lazımdır. Çünki artıq 3 günə geri qayıdırıq. Və gəldim otağıma. Biraz dedim özümlə baş-başa zaman keçirim. Və bugün Sahil Vagon tərəfindən belə bir gül gətirilib mənə. Günün lookunu göstərim və qaçım. Çantama baxın. Vietnamdan 5 manata almışdım təbii kokonat. Burada soruşsaz $200 aşağı yoxdur. Nəysə, qəşəng hazırlaşmışıq, bəzənmişik, 5-3lərimiz yerdə. Və gəldik, belə bir yer tapdıq. Dedik, bugün biraz daha sakit takılaq. Səhərdən 5 dənə video çəkmişik, amma bugün sakit takılmaq istəyirik, gedirik yeməyə. Gəldik, gördük ki, burada da street market quraşdırıblar. Şaurma, dönər. Bəlkə bugün şaurma yiyək. Burada da Yapon mətbəxi var. Burada da suvenirlər var. İndi birinə baxsaq $100 deyəcək. Qəşəngdilər, amma maraqlıdırlar. Bizim adamız gözəldir. Sizcə də elə deyil? Mənzərə deyirəm sizə. Hər gün bir restoran yoxlayırıq. İndi də Marinada digər bir Carne Diem adında bir restorana gəldik. Marinanın mənzərəsi. Bax, doymuram. Ona görə dedim, vloga da çəkim. Siz də baxın. Bir də bugün nə günüdür bilmirəm. Hara getsək bizə gül verirlər. Hər gün bir şov. Jimmy bizdən qabaq oturub gözləyir ki, ona nə vaxt ət verəcək. İndi yeməyimizi yeyə bilərik. Jimmy artıq bizim kabusumuz oldu. İçəri girdik, pəncərələri bağladıq. Gəlib durub pəncərənin altında. Bilmirəm də, yəni otağa da geçsək, gəlsə heç şaşırmam. Maldivlər kluba gəlmişik, buna baxın. Uzaqdan yelləncək gördüm, tez qaça-qaça gəldim və dənizə qarşı yellənirəm. Yəni, o klubda oturmaqdansa burada yellənmək mənə daha cəzb edici gəldi. Good morning, necəsiz? Mən yenə səhər saat 8-də durmuşam, durduram kahvaltıya. Burada əslində hər şey daxildir, amma səhərlər niyəsə mən kahvaltıya durmaq istəyirəm. Normalda tək səhər yeməyi daxil olan yerlərdə səhər tez dururlar ki, ay səhər yeməyini qaçırmayaq və s. Amma burada hər şey daxildir, amma yenə də mən səhər tezdən durmaq istəyirəm. Çünki
Məncə başa düşdünüz. Və səhər yeməyimiz. Ready over there. Qəşəng bir yer tapdıq dedik. Ay uzanarıq, yatarıq. Bu kişi susmur, bayaqdan danışır ki, hamını Zumbaya dəvət eləyir. Adamımızın gözəlliyi. Tenis kortu var orada, burada hamaklar var. Stol üstü tenis var, voleybol kortu var. Orada da bir gəmi var, yekə. Biz gələndən orada dayanıb. Bu da sahilimiz. Bu da mənim axşam kombinim. Gedirik yeməyə. Hard Rock'dan da sunset belə görünür. Bu da mən. Görün nə almışam. Bunu da Temu'dan sifariş eləmişəm ki, eyni anda həm mənzərəni, həm də özümü sizə göstərə bilim. Sevirəm də belə güzgüləri. Bugünkü lookuma da bayıldım. Və belə qəşəng bir mənzərədə gəlmişik axşam yeməyinə. Belə açıq bufedir. Nə istəsəz götürə bilərsiniz. Adam başı $96. Otağa gəldim, qıpqırmızıyam, otaqda otura bilmədim. Əynimi dəyişdim və gedirəm velosiped sürməyə. Tək əllə sürməyi öyrənmişəm, amma çox da yaxşı sürə bilmirəm. Yoxsa qəşəng vlog çəkərdim sizə. Nəysə, gedim yatım. Good night. Saat bilirsiniz neçədir? Səhər saat 5 və biz gedirik gün doğumunu görməyə və şəkil çəkməyə. Və gəldik, çıxdıq gün doğumu olan sahilə. Deyirəm ki, bu səyahətdə də kompas biliklərimi genişləndirdim. Yəni, hansısa bir adaya düşsəm, rahat sağımı solumu biləcəm hardadır. Və dostlar, səhər saat 5-də durmağımıza dəydi, gəldik və bu gözəl gün doğumunu gördük. İndi gedək yatmağa. Bir dənə də belə gözəl kadrım var. Bir şey deyəcəm. Burada hər yeri yumurta ilə bəzəyiblər. Desən, bunlarda da Novruz bayramı var. Buna baxın. Nə gözəl görünür. Soruşdum, Maldivə aidiyyatı yoxdur. Sadəcə Pasxaya görə turistlər üçün belə jestlər eləyiblər. İndi başa düşdüm. Nəysə, burada da belə qəşəng bal var. Wow, çox qəşəngdir. Gəldik, oturduq. 5 saata bu kokteyli başa saldıq. Deyirəm, mən yaşıl rəng istəyirəm. Yenə qırmızı elədi. Hər nəysə, məcbur içəcəm. Bu dəfə də otağıma belə bir şokolad göndəriblər. Yumurta formasında. Ürəyimiz sıxıldı, gəldik yeməyə. Mənzərəmiz də bu şəkildədir. Azərbaycanlı olduğunu demədən göstər. Cəmaət orada günəşlənir. 35 dərəcə isti var. Biz də burada çay içirik. Bugün heç piyada gəzməmişdim. Ona görə dedim ki, bugün Hard Rock adasına piyada gedim. Suyun üstündən və axşam yeməyimizi orada yeyəcəyik. Axşam yeməyim. Bu da mənim dünəndən sifariş elədiyim krem brûlée. Bəlkə də desertlər içərisində ən sevdiyim ola bilər. Hesabda gəldi. Maldivdə son günün kahvaltısı. Sabah səhər tezdəndən yola düşürük. Bu da bizim möhtəşəm, zəngin kahvaltımız. 10 gündə eyni şeyi yeməkdən bir təhər olmuşam, açığı nə yalan deyim. Meyvələrinin də dadı yoxdur. Bu paltarı mən İzmirdən almışdım. O vaxtı, 2 il bundan qabaq. Demişdim ki, nə vaxt Maldivə getsəm, onda giyinəcəm. Neysə, bugün son gün və son kombinim bu şəkildədir. Sadəcə ayaqqabıda qərarsız qaldım, amma yəqin ki, bunu seçəcəm. Günəş nə qəşəngdir. Neysə, gəldik burada son gün batımımızı izləməyə, sonra gedəcəyik yemək yeməyə. Və belə son günü də belə batırdıq. İndi gedirik axşam yeməyinə. Daha qəşəng şəkillər üçün dənizə qaçdım. Ona görə islandım biraz.
və altımı dəyişdim. Gedirəm yeməyə. Bu da bizim axşam yeməyimiz. Good morning. Qapqara mən, bagajlarım. Biz artıq Maldivdən ayrılırıq. Bura qədər izlədinizsə vloqumu təşəkkür edirəm. Çünki bu vloqda heç bir vacib məlumat verə bilmədim sizə. Sadəcə onu göstərdim ki, Maldivdə necə dincəlmək olar. İzlədinizsə hər birinizə təşəkkür edirəm. Kanalıma abunə olub videolarımı like eləməyi unutmayın. Başqa videolarda görüşərik. Hələlik.